Salam əziz şagirdlər. Bugün sizdən hədəfin üçbucaqlar mövzusuna olan dəqiqəsinə baxacağıq. Birinci sual. Bərabər yanlı üçbucağın oturacağına paralel orta xəttin uzunluğu 5'dir. Bu üçbucağın perimetri 40 olarsa yan tərəfini tapın deyir. Bərabər yanlı üçbucaqdır. Oturacaq 5'dir. Aşağı elədi 10. Orta xətt doğrusu 5'dir. Bura x'dir, burada x'dir. 2x üstə gəl 10 bərabərdir 40'a. 2x elədi 30. X elədi 15. Yan tərəf istəyir 15. İkinci sualımız. Üçbucağımızdır. Çəkək üçbucağımızı. Bucaqlarımızı verib bizə. Bizə deyir ki, AB ilə AC bərabərdir. Əgər bu bərabərsə, deməli bu üçbucaq bərabər yanlıdır. Bərabər yanlısa bu bucaqları biz tapa bilərik. 180-dan çıxırıq 98'i. Bölürük 2. Bu da eləyir 82 bölü 2. Yəni 41. Bura oldu 41. Bu üçbucağı göstərim sizə. Diqqət edin. Bu üçbucağın xarici bucağı x'dir. Üçbucağın xarici bucağı ona qonşu olmayan iki daxili bucağın cəmidir. X'imiz 58. Davam edirik üçüncü sualına. Bərabər tərəfli ABC üçbucağı. ABC üçbucağı. K medianı çəkilmişdir. K nöqtəsindən AB'yə qədər, məsələn AB'yə qədər yəni perpendikulyar. Tərəf 4/3'dür. Deməli, bərabər tərəfli olduğuna görə bütün bucaqlar 60-60'dır. Biz bilir ki, bərabər tərəfli üçbucaqda çəkilmiş median tənbələ hündürlük eyni. Deməli, bucağı beləcə 30-30'a. 30'da 90'ı bura elədi 60. Median öz uzunluğunu düsturun yazaq. Median A kök 3 bölü 2 ilə tapılır. Yəni 4 kök 3 vurulsun kök 3 bölü 2. 6. İndi bu üçbucağa diqqət edək. Bizdən istədiyi bu x'dir. 90 qabaq 6'sı 30'un qabaq eləyəcək 3. Davam edək dördüncü sualımızdan. Üçbucağımıza baxayıq. A, S, B. Bir S'nin tənbələn çəkilib. N'dir bura, bura M'dir. Deyir ki, M'imiz 2N'dir. Bura A'da, bura B'dir. Aynen B'nin cəmisi 18'dir. Tənbələn xassəsini yazırıq. Uyğun tərəflərin nisbətləri bərabərdir. N ilə N getdi. Deməli, B'imiz 2A'ymış. Bizə qeyd edir ki, aynen B'nin cəmi 18'dir. Deməli, mən B'nin yerinə 2A yazacağım. A üzərinə gəl 2A 18'dir. 3A 18'dir. A'yımız 6'dır. Bizdən istəyir B isə, yəni B'ni. B'miz 2A olduğuna görə 12 oldu. Davam edək növbəti sual. 5-ci sual. Hipotenuzu 4 olan. Hipotenuz söhbəti varsa, demək düzbucaqlı üçbucaqdan söhbət gedir. Bucaqlardan biri 60'dır. Demək digəri 30 olacaq. Düzbucaqlı üçbucağın daxili cəmi, yəni kiçik yeri istəyir. 30'un qabağı eləyəcək 2, 60'ın qabağı 2 kök 3. Diqqət eləyərsək, çoxu qayda sualıdır. Kiçik yerin düsturu A üzərinə gəl və çıx, C bölünsün 2 ilə tapılır. Bu da eləyir 2 kök 3, üstə gəl 2, çıx 4 bölü 2. 2 kök 3. Buradan alınır ki, 2 kök 3, çıx 2 bölü 2. Buradan da alınır kök 3 minus 1. 6-cı sualımız. Düzbucaqlı üçbucağın katetləri 6-8'dirsə, biz Pifaqoradlərini bilirik. A kvadrat üstəgəl B kvadrat C kvadrat elədi 10. Medianımız C bölü 2 ilə tapılır. 10 bölü 2 5. 7-ci sualda sadə Pifaqordur. X'in kvadratı üzərinə gəl 1'in kvadratı bərabər 2/6'nın kvadratı. X'in kvadratı eləyir 5/176. X elədi 2/4. 8-ci sual. Bərabər tərəfli üçbucaqda tərəfi 12'dir. Yəni ayımız 12'dir. H-ı verib böyük yeri, kiçik yeri və medianı. Median yazmaya ehtiyac yoxdur. Hündürlüklə median eynidir. A kök 3 bölü 2 ilə tapılır. Bu da eləyir 12 kök 3 bölü 2, 6 kök 3. Böyük yerimiz A bölü kök 3 ilə tapılır. Yəni 12 bölü kök 3, 4 kök 3. Kiçik yerimiz A bölü 2 kök 3'ten tapılır. Bu da eləyir 12 bölü 2 kök 3.
Bu da 2 kök 3 eləyəcək. Daha sonra bizə deyir ki, m'imiz, yəni 6 kök 3. Üzərinə gəl böyük yerimiz, yəni 4 kök 3. Üzərinə gəl h-ımız. H-ımız nə qədərdir? 6 kök 3. Vurulsun kiçik yerə, yəni 2 kök 3'ə. 6 da 4, 10, 16 kök 3'ü vuruq 2 kök 3'ə. 16 tabii ki 32 dəfə 3, 96 cavabımızdır. Devam edək 9-cu suala. Düzbucaq, düzgün üçbucaqda, yəni bərabər tərəfli üçbucaqda daxilə və xarici çəkimi kiçik yerin düsturu a bölü 2 kök 3, böyük yerin düsturu a bölü kök 3. Deyir, bunların cəmi 6 kök 3'dür. Orta məxrəcə gətirirəm. Buradan 2 qalır. A üstə gəl 2, elədi 3'ə. 3a'mız 6 kök 3'dür. A'nın 3'ə bərabərdir 6 kök 3 vur 2 kök 3. A'mız elədi 12. Bu üçbucağın perimetri. Perimetrdə 3A olduğuna görə 3 dəfə 12, 36. 36 C variantı. Devam edək. 10-cu sual. Bərabər tərəfli üçbucağın tərəfi A kök 3 olarsa, üçbucağın daxili çəkimi çevirən radiusunun xaricini çəkimi çevirən radiusunun nisbəti. Əslində burada tərəfin o qədər də önəmi yoxdur. Deyir ki, bizə üçbucağın daxili çəkimi kiçik yer bölünsün böyük yer. Ümumiyyətlə, bərabər tərəfli üçbucağın kiçik yer üçün hazır düsturumuz var. A bölünsün 2 kök 3. Böyük yer sayılır A bölü kök 3. Burada A bölü kök 3'lər ixtisar olundu. Qaldı 2'də 1. Yəni tərəf nə olursa olsun, kiçik yerin böyük yerə nisbəti, yəni daxili çəkimi çevirən, xarici çəkimi çevirən radiusuna 1/2'dir. Yəni xarici çəkimi çevirən radiusu daxili çəkilmişdən 2 dəfə böyük olur hər zaman. 11-ci sualımız. İki oxşar üçbucağın perimetrlərin nisbəti 3/4'dür. Yəni P'lərin nisbəti 3/4'dür. Kiçik tərəfi 12'dirsə, o biri. Deməli, tərəflərin nisbəti biz demişik perimetrlərin nisbətinə bərabər olur. Deməli, buradan alınır 3 bölünsün 4. Birinci üçbucağın kiçik tərəfi 12'dirsə, ikinci də A2 demişik. Buradan çarpaz vuraraq 3A2 bərabərdir 48, A2 bərabərdir 16'nı almış oluruq. 12-ci sualımız. Bərabər yanlı üçbucağın xarici bucaqlardan biri 40'dır. Oturacağı üçbucağın oturacaqdakı bucağını tapın. Xarici bucaqlardan biri 40'dırsa, bunu əlbəttə iki halda düşünə bilər. Deyə bilərsiniz ki, müəllim bir təpə bucağının xarici bucağı, bir də oturacaqdakı bucağın xarici bucağı 40 dərəcədir. Diqqət edin, oturacağı bucağın xarici bucağı 40 dərəcə olarsa, içəri olur 140. Bu 140 ise bu da 140 olur. 140, 140, 280. Belə bir üçbucaq mümkün deyil. İndi digərinə baxaq. Bura 140'dır. Bura ilə bura bərabər yanlıdır. Demək, buranı tapmaq üçün 180'dan 140'a çıxıb böləcək 2. Bu da eləcək 20, 20. Belə bir üçbucaq mümkündür. Üçbucağın oturacaqdakı bucağını tapın 20 dərəcə. 13-cü sualımız. Düzgün üçbucağın xarici bucağı. Düzgün üçbucaq bərabər tərəfidir. Xarici bucağı eləyər 120 dərəcə. Bura 60 ise bura eləyir 120. Bu elədir ayımız. Düzbucaqlı üçbucağın iki bucağın. Düzbucaqlı üçbucağın bir bucağı 90 ise 180'dan 90 çıxırıq. 90 da elədir. İki bucaqların cəmi. Bu da B. Cəmin istəyir 120'nin üzərinə 90'a gəlirik. Bu da elədir 210 dərəcə. 14-cü sual. Sahələrin nisbəti 36 bölgün. Medianlar biz demişik ki, median tərəf bunların nisbəti K'dır. Sahələrin nisbəti K'nın kvadratıdır. Əgər K'nın kvadratı 36 bölü 25'də tərəflərin nisbəti 6 bölünsün 5. Yəni 1/2 eləyəcək. Və sonuncu 15-ci sualımız. Bərabər yanlı üçbucağın oturacağı kiçik bucaqlardan biri 45. Yan tərəfi 6 kök 2 olarsa, bərabər yanlı üçbucaqdır. Bucaqlardan, oturacağı kiçik bucaqlardan biri 45 dərəcəsi. Deməli, bura 45 ise bu da 45. Deməli, bu düz bucaqlı üçbucaqmış. Yan tərəf 6 kök 2'dir. Demək, burada 6 kök 2'dir. 6 kök 2, 6 kök 2 buraya edir 12. Hündürlük çəkilir. Bərabər yanlı üçbucağı demişik. Tən bölən median hündürlük eynidir. Aşı taparkən ilə 12'ni bölərik 2'yə. Bu da eləyəcək 6. Bu qədər uşaqlar.